insanın ətraf mühiti qavramasında ən vacib duyğulardan biridir. Gözlərin sağlam olması gündəlik fəaliyyətlərin rahat yerinə yetirilməsi üçün böyük əhəmiyyət daşıyır. Lakin müxtəlif səbəblərdən görmə zəifliyi yarana bilir və bu insanın həyat keyfiyyətinə mənfi təsir göstərir. Görmə zəifliyinin səbəbləri çoxdur. Daha çox rast gəlinən səbəblərdən biri refraksiya qüsurlarıdır. Sadə desək göz nömrələri, yəni görməni zəiflədən göz nömrələri. Bu nömrələrə uyğun olaraq da eynək təyin olunur. Eynək seçimi zamanı diqqət olunacaq əsas məqam uşağın yaşı, yaxud da gəncsə gəncin yaşı və ona uyğun eynəklər seçilir. Yaşla əlaqədar olaraq yaxına istifadə olunan eynəklər var. Məktəblərdə daha çox istifadə olunur, daimi istifadəçi və uzaq üçün təyin olunan eynəklər. Eynək seçimi eynəyin ölçüsü uşağın yaxud da eynəyi seçən şəxsin üz skeletə uyğun olan ölçüdə olmalıdır. Eynək mərkəzi, yəni linzanın mərkəzi gözün bəbəyinin tam ortasında olmalıdır. Bu çox vacib məqamdır. Görmə zəifliyinin əlamətləri arasında uzağı və ya yaxını aydın görə bilməmək, göz ağrısı, baş ağrısı, tez yorulma və işığa qarşı həssaslıq yer alır. Bu əlamətlər müşahidə edildikdə vaxtında həkimə müraciət etmək vacibdir. Belə ki, hər 40 dəqiqədən 5 dəqiqəlik fasilə buzağa baxmaq lazımdır. Monitor texnikadan istifadə edilərsə, planşetdir, laptopdur, kompüterdir, monitorlu dərs oxuyan şəxslərə gözləri tez-tez qırpmağı tövsiyə olunur ki, gözdə quruluq olmasın. Bir də qızıl 20-lik deyə qayda var, ona riayət olmaq tövsiyə olunur. Hər 20 dəqiqədən bir 20 saniyəli 20 metr uzağa baxmaq tövsiyə olunur. Görmə zəifliyi müxtəlif səbəblərdən yarana bilən ciddi sağlamlıq problemidir. Göz sağlamlığını qorumaq üçün düzgün qidalanmaq, gözləri həddindən artıq yormamaq, elektron cihazlardan istifadə zamanı fasilələr vermək və mütəmadi göz müayinəsindən keçmək lazımdır. Vaxtında görülən tədbirlər görmə qabiliyyətinin qorunmasına kömək edir.